Nasıl olub? Sen göyə bilmirsən nə olub? Hə? Gic yerinə qoymuşsan məni. Sən utanmadın Toğrul'la qucaqlaşanda. Mən özümü yaxşı hiss eləmirdim ona görə. Hə, sən indi hər özünü yaxşı hiss eləməyəndə gedib Toğrul'u qucaqlayacaqsan? Hə? Yox, elə. Kəs səsini. Kəs səsini. Sənin dilin var özünü müdafiə eləməyə. Sən onu elə qucaqlamışdın ki, elə bil sənin ərindir. Ayıbdır ya, vallahi ayıbdır. Mən başa düşə bilmirəm. Biz bu evə işləməyə gəlmişik. Mən sənə kömək olmaq üçün bu evdə qalıram. Sən də gedib yad kişini qucaqlayırsan. Mən səni o vəziyyətdə görəndə utancımdan yerin dibinə girdim. Mənim pis niyyətim yox idi axı Ləman, hamısını... Kəs səsini. Sənin qarşındakı uşaq deyil Lalə. Sən heç fikirləşirsən mənim yerimə sizi xəbər görsəydin olardı, hə? Mən deyim də sənə nə olardı? İkimizi də qoyacaqdı qapının ağzına. Qovacaqdı ikimiz də bu evdən. Qalacaqdıq işsiz. Bax, bizi fikirləşmirsən, heç olmasa xəstə anamızı fikirləş. Deyə ayıbdır, ayıbdır. Mən səndə söz tapa bilmirəm. Özünə hörmət eləyən heç bir qadın belə eləməz. Ləman, sən elə danışırsan ki, elə bir mən xəyanət eləmişəm. Xəyanətdir. Sənin elədiyin elə xəyanətdir.